Cənab Prezident, salam. Cənab Prezident, təşəkkür edirik vaxtınız üçün. Bu dəfəki Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın mesajı nə olacaq? Həmişə olduğu kimi bizim mesajımız əməkdaşlığa, sülhə istiqamətləndirilib. İlk dəfədir ki, bu tədbirdə mən artıq sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm. Əlbəttə ki, bu məsələ burada yəqin ki, gündəlikdə olacaq. Ona görə bizim mesajlarımız həmişə olduğu kimi çox açıqdır, aydındır. Əməkdaşlıq, sülh, tərəfdaşlıq, təbii ki, Azərbaycanın artan rolu, bizim imkanlarımız həm təhlükəsizlik sahəsində, eyni zamanda iqtisadi inkişaf, enerji təhlükəsizliyi, nəqliyyat, bağlantılar, süni intellekt, yəni bütün bu məsələlər bugün dünyanın əsas gündəliyini təşkil edir. Ona görə Azərbaycan da burada geridə qaldı. Cənab Prezident, bu il sülh müqaviləsinin imzalanması gözlənilirmi Azərbaycan və Ermənistan arasında? Bilirsiniz ki, bu bizdən asılı deyil. Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistan konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. Bu dəyişikliklər edilən kimi ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib. Vaşinqton zirvə görüşündəki razılaşmalar, imzalanmış birgə bəyannamə və sülh müqaviləsinin paraflanması de facto sülh deməkdir.